Hər dəfə söz verdim kimi yeni məhsullar gəldikcə paylaşacağım YouTube kanalı üçün də. Bunlar satış səhifəsi üçün gələn məhsullardır. Belə bir canamaz vurmuşdum. Ramazan bayramı üçün hədiyyəli uşaqlara. Bu qız üçün, oğlan üçün. Bunlar ikisini açım. Sonra başqa cürə modeldir də var. Model neydi? Bunların ikisini açım, hələlik göstərim. Bunlarda yenə sifariş vermişəm, yenə gələcəklər. Bu biraz gecikirlər. Deməli bu içərisində namaz kitabı, təsbihi, çox qəşəngdir. Qəşəng gəlir Zeynəb. Belə dəstəmaz almaq üçün kitabı var. Nə gözəldir. Sonra Quranı öyrənmək üçün içərisində belə bir kitabı, belə bir kitab və nə gözəl çıxıb ay Zeynəb bu. Mənim də ki arxa fonumdakı Zeynəbdir də. İşte. Belə də qəşəng canamazı var. Oğlan üçün olanı da göstərim. Qəti ha, amin olaram sifarişdir. Yenə burada dəstəmaz almaq üçün kitabı çox qəşəngdir. Belə namaz kitabı, təsbihi, Quranı öyrənmək üçün kitab, da canamazı şəklini yerləşdirəcəm. Çox da açmayayım. Belə çox razı qaldım Zeynəb. Yəni həqiqətən də rəsmdə necə var, elə də gəlib. Artıqlaması ilə hətta. Bir də belə çanta modelində var idi. Orada vurdum yoxlamaq üçün ki, görüm necə çıxır. Yəni biri qutudur, biri çanta. Bu da içərisində. Demək eyni şeydir. Eynidir. Yox, birində nağıl kitabısı yoxdur Zeynəb. Belə dəstəmaz kitabı yoxdur. İçərisində bir də təsbihi var. Bir dənə belə namaz kitabı. Bir də Quranı öyrənmək üçün. Belə. Hələ ki məhsullarımız bu qədərdir. Sabah da birisi gündə gələcək. Onları da yavaş-yavaş paylaşacağım. Yenə sifarişlərimiz gəldi. Birlikdə açaq. Keçinə kəsənlərdir, Ramazana aid. Şəklini yerləşdirəcəm kənardan. Təqvim. Ən çox satılan təqvimlərdir. Yəni çox vurmuşam bundan. Bunu da şəklini yerləşdirəcəm. Fırçadır bu Zeynəbin. Əl vurmam buna. Bu da təqvim olmalıdır. Eyni təqvimdir. Kesinlikle göstərdiyim təqvimlərdəndir. Bunu da şəklini yerləşdirəcəm. Bu da təqvim. Başqa mağazalardır deyə paketləmələri ayrıcadır. Yox, ağdır. Çox qəşəngdir bu. Sıra bu rənginə bax. Qəşəngdir. Daha sonra bir paketdə açaq. Bunlar xur olmalıdır. Deyirəm ki, hər mağazanın özünün paketləməsi ayrı cürdür. Gör bu nə qəşəng paket deyiblər. Buxurdur.
dedim. Aa bu dedim. Kurdu. Geçerli. Bu böyüdü ya ama. O birisi satdığım balacaydı. Bu nerede ki ana? Yeniler bunlar. Bunun içine çubuk koysan, Aminə yandırırsan. Evet, Çubuğa mı tütsü bas? də tütsü. Tütsü Tütsü çubuğum mü? yoxdur. Neyse belədir. Oturumda varsın. İsmail, biri böyükdür, biri balacadır. Ama Bunun qapağını zaten göndərməyiblər. ama ne komik. Bu gəlibdi, bunun ama qapağı yoxdur. Hani İsmail bunun qapağı? Bunun İndi deyəcəm ki, paramı geri verin, paramı. Sonra bir dənə belə Ayətül kürsü sifariş elədim. Bundan öncəki videolarda göstərmişdim bunların Ramazan naxışlı olanı şüşə üçün. Yəni bunu şüşəyə də vura bilərsiniz. Ya parça üstünə, nə bilim, necə istəyirsiniz istifadə etmək olar. Şəkillərini yerləşdirəcəm bunun istifadə üçün. Rəsmlərini. Bu Zeynəbin eynəyi. Bunu da açmıram, Zeynəbindir. Apar bunlar ver Zeynəbə. Sonra yenə peçeni kəsən. Bunlar çox satılır deyə yenə vurdum. Ramazan naxışlı. Bunlar əziy olub, yazıq. Tullayıblar ora hara gəldi, sınmasa yaxşıdır. Görək nədir bu. görürəm. Xurma qabıdır. Pingvinlərə büküblər. Kitaylarda da pingvin kürək olurmuş. Ay bu nə rəngdir belə, gözüm yox. Ay bu çox gözəl. Bu çox gözəl. Bunu qura. Bağlamaq lazımdır. Hər iki gələn məhsullar bunlardır. Yenə gələcək, davamı var. Gəldikcə çəkib paylaşacağım. Bunları Instagram satış səhifəsində açıq şəkildə paylaşılacaq. Bu ne yani? Bunlar süfrələrdir. Şurada bu. Hə. O nədir? Aç. Şamdan. Tamam bu. Sıra açıb göstərək, qoy kənara. Bu. Bismillah. Şahane. Bu keyfiyyətlisidir. Bakalım mı? Deyəm belə. Bununla onun fərqi var. Fərqlidir. Çek. Bildim. Keçən dəfəki qabdı. Bugündür. Əlağan da minəsən. Satdıqdır. Təqvimdir. Ramazan təqvimi. O da Şamdan alacaq. Başqa rəngdir. Güzel. Bu da Şamdandır. Ay. Güzel. Bunlar hazır süfrələrdir. Şəklin kənarda yerləşdirəcəm. Biri ranadır, biri də salfetkalardır. 6 ədəd. Salfetkanı keçirmək üçün. Yaşlı rəngi, mavi rəngi. Bir də bardaz rəngi.
Bunlar açıq formada kənarda yerləşdirdim şəkillərini. Bunlar hazır formadadır. Biri böyük, biri balaca, biri də lap balaca. Zeynəb deməli bu şey rəngindədir, biraz çox qızılı. Bu isə daha altın renkdir bu. Bu sarıdır, o altın renkdir. Bir sonraki gün məhsullarımız yenə gəldi. Ramazan üçün belə hədiyyə paketləri sifariş etdim uşaqlara. Zeynəbinkini çıxardaq birinci. Ay, nə balacadır bu. Anne bu doğruydu. Bunun şəklini kənarda yerləşdirəcəm. Bu hicablar üçündür. Amma şəklin saçsa da istifadə eləmək olar bizə. Prosto sadəcə hicab üçün aldıq. Baxın belə. Deyəndə bir. Sənə yox. Baxacaq Zeynəb. Mənə ver sonra. Bu belə fərqli figurlarda şəklində kənarda yerləşdirəcəm. Buyur, yedik. Bundan sifariş vermişdim, satıldı. Deməli bu Ranardı, bir də safetkalarıdır. Bunu da şəklini kənarda yerləşdirəcəm. Dedim ki, bunu Instagram səhifəsi üçün almışam, satış səhifəsi üçün. Keçid edib səhifədə baxa bilərsiniz. Orada paylaşacağım. Ayda, eynən odur da, yəni, eynən o. Hansı ki, o çiçəyi bu süfrə üçün almışdım. Orada bir dənə videoda var idi. Ramazan süfrəsində nələr istifadə olunub. Bir bunlar idi, dəst olaraq. Salfetkası üçün bunlardan istifadə etmişdi orada xanım. Çox diqqət çəkən süfrə idi. Ona görə mən də sifariş etdim bundan. Bu belə. Sonra çiçək var idi. Çiçəyə qoymaq üçün qab. Onu da sifariş etmişəm. Göstərəcəm. Yəqin ki, qablar bunlardır. Çox 1 qramdır yəni. Hə. Sonra da hə. Eyni ilə. Eyni. Onun qablar. Bu da düşmüyor biraz. Bunun içərisində 8 ədəddir. Bu belə. Biri ayıldızı olmalıdır. Biri üçlü qab olmalıdır. Bunu da açaq. Mən düşünürdüm ki, bunun ayı da var. Yox, tək gəlib bu amma. Qəşəngdir, hə, ağırdır. Ancaq bunun ayı hanı? Belə. Bir də bu üçlü qab. Bundan 3-cü səfərdir, isə 4-cü səfərdir vururuq. Bu 1, 2, Baxaram mən. 3. Gedirəm məhsullarımızı çatdıram. Sumqayıt ətrafına pulsuzluq çatdırmaq özüm eləyirəm. Amma Bakıya və bir də bölgələrə, Bakıya metrolara 5 manatdır. Bir də bölgələrə də poçtla ya da avtobusla göndəririk. Amma belə Sumqayıtı özüm çatdırıram. Yenə Trendyol sifarişlərim gəldi. Bundan öncəki sifarişlər bitdi. Yenidən gəldi. Mən də sizə gələn məhsulları çəkib paylaşıram ki, yəni fikir olsun. Bu satış səhifəm üçün olan məhsullardır. Yavaş-yavaş açaq. Məhsulları asdıqca, göstərdikcə kənarda da şəklini yerləşdirəcəm, aydın olsun.
Deməli, burada həm oğlan üçün, həm qız üçün canamazdır. Onu da şəkillərini yerləşdirəcəm burada. Qız üçün və oğlan üçün. Təsbihləri. Qız üçün də oğlan üçün. Böyle bir səccadədir. Bu heç bu qopur. Bu isə qız üçün olan. Burada ayaq yerisi var. Təsbihi. Bunların da şəklini yerləşdirəcəm buradan. Gördüyünüz səccadələrin hamısını Trendyoldan sifariş etmişəm. Qəşəngdir. Təsbihi. Səccadəsi. Qəşəngdir. Əsl yay üçün. Burada biraz açıq göstərir, amma canlı daha çəhraydı. Qəşəng renk. Qaranı açmıram da, qara da eynə bunun kimi qalsın. Bunu ilk dəfə də sifariş verdim. Digərləri öncədən sifariş verdiklərimdə. Bu həm ana, həm də qız. Açıq göstərəcəm. Əsl Ramazan bayramı hədiyyəlikdir. Bu ana üçün olandır. Qəşəngdir. Qalındır, yaxşıdır. Həmçində ana üçün olan təsbihi də var. Bu isə qız üçündür, şah. Qəşəngdir bu da. Bu da təsbihi. Bunlar da ki, bundan öncəki günlərdə açışını eləmişdim. Yenə vurmuşdum sifariş. Bir qız üçün, bir də oğlan üçün. Yəni bunu açmağa ehtiyac yoxdur. Çünki oradakı videoda gördünüz zaten. Belə üstdən göstərim. Səccadədir. Quran öyrənmə kitabı, namaz kitabı, bir də dəstəmaz almaq üçün belə maraqlı kitabdır. Uşaqlar üçün. Sifarişlərimiz bu qədər.
Yeni məhsullarımız gəlib, açın paylaşım. Bunlardan keçən dəfə sifariş vermişdim. Yeni sifariş verdim. Salfetka üzüyü. Bir də belə salfetka üzüyü sifariş verdim. Belə mirvarili. Çox gözəldir. Bunun satış səhifəsi üçün sifariş vermişəm. Bunun içində 12 ədəddir. Bilmirəm nədir, bu Zeynəbindir. Bu da Zeynəbin. Yəqin yapışqan. Bunlardan yenə vurdum. Peçeniyə kəsən fiqur. Ramazan detaylı. Bir də bunlardan sifariş etdim. Bunu ev üçün almışam. Qəşəng. Sonra böyük qaşığı. Bıçağını gösterdim. Böyük qaşığı. Ondan sonra balaca qaşıq. Bir də balaca vilka. Bir də balaca çəngəli. Çox nəzikdir. Bunlar yaxşıdır, qalındır. Bunlar çox nəzikdir. Yəni pis deyil, yaxşıdır. Bunları 6-6 aldım. Məhsullar bu qədər.
Eve geldim elhamdülillah. Özüm için oradan özüme Ramazan hediyeler aldım. Gösterim yavaş yavaş aldıklarımı. İlk önce böyle bir çanta aldım. O kadar hoşum geldi ki bundan. Keyfiyetli de 30 manata. Arkasında cibi. Orada bir tane de çanta vardı. Onu da beğendim. İnşallah gələn dəfə qalarsa onu da istəyirəm. Göstereceğim buradan şəklini. O belə böyük ölçüdür. Bunu gəzməyə falan rayona gedəndə istifadə etməyə yəni çox yaxşıdır. Gündəliyə o qədər də yox, amma belə uzaq bir yerə gəzməyə yaxşıdır. Yəni gündəlik də yaxşıdır, əslində içi də genişdir. İçərisə bir dənə də lavazlaması var. Buradan bir də arxasından. O qədər xoşum gəldi. Çox keyfiyyətlidir. Ümumiyyətlə oranın hər bir şeyini bəyəndim də yəni. Videonun altından xanımın həm Instagram səhifəsini yerləşdirəcəm, həm də YouTube səhifəsini oradan keçid edib mağazanın ünvanını falan əlaqə saxlamaq olar belə. Çox xoşum gəldi bundan. Bir dənə belə hicab aldım. Bu kapşon hicabdır. Amma yenə də həmişə kimi qara rəngdə. Bilmirəm, qara rəngdən əl çəkə bilmirəm. Ya qara, ya boz, ya qəhvəyi. Ben belə tünd rənglər çox taxıram. Bunu 16 manata. Bir dənə də sadə şərf aldım. Qara. Bu bir şərflərim biraz xarab olmuşdu. Yenidən aldım. Bunu isə 12 manata. 12 idi də, səhv etmirəmsə 12 manat. Ən çox ürəyimə yatan, hətta bundan ötürü yəni o mağazaya getdim. Məndə bunun donu var idi. Çox razı idim. Bunu belə abayasıdır. Bilmirəm, şəklini tapsam göstərərəm orada. Qolu belədir. Çox qəşəngdir də, yəni o qədər gözəldir. Qabağı belə zamoklandı. Qara detal. Çox keyfiyyətlidir. Tikilişi də, parçası da. Belə bir abaya aldım. Bu abayadır. Bunu aldım neçəyə? 50 manata. O qədər yaxşı mağazadır. Normalda belə abayalar, məsələn adını çəkmirəmdə bir-iki dənə mağaza var ki, orada 80-100 manat arasıdır. Yəni belə abayalar, amma orada münasib idi qiymətlər. Sizə deyim ki, oradakı mallar deməli, Misir, Dubay, yəni belə ərəb ölkələrindən gələn ən çox mallardır. O qədər xoşum gəlir. Dağıstan, ən çox bəyəndim, yəni Dağıstan modelidir də, Spartanini tərzdə olan Dağıstan geyimləri. Mağazadan yəni o qədər razı qaldım. Sumqayıtda bir tək buradır. Yəni o tərzdə olan mağaza bir tək buradır. Yəni bu mağazadır. Mağazanda qeyd edəcəm. Bilmirəm düz deyərəm, səhv deyərəm ünvanı, amma xanımın səhifəsini yerləşdirəcəm. Həm Instagram, həm YouTube səhifəsini siz orada keçid edib həm ünvanı öyrənə bilərsiniz, həm məhsulların qiymətləri belə. İzlədiyiniz üçün də təşəkkür edirəm. Biraz videolarımı çox gec paylaşıram. Əslində bu video məsələn bir həftə öncə çəkilmiş videodur və yaxud da 2 həftə öncə çəkilmiş videolardır. Sadəcə işlərimlə əlaqədar bilirsiniz də, yəni satış səhifəni idarə edirəm, Ramazan aksesuar. Yəni o işlə əlaqədar ümumiyyətlə heç bir nə Ramazana aid iftar yeməyi, nə sahur, normalda keçən mən hər gün paylaşardım. Yəni vaxt olmadığı üçün yəni ona heç birini paylaşamadım. Ancaq ev üçün, yəni yığış ev üçün, yəni gücüm çatdıqca sahuru, iftarı belə yəni çəkib paylaşa bilmədim. Amma belə mağazalar mütləq paylaşıram ki, sizə də fikir olsun, bayramda yararlanarsınız. Kanalımıza abunə olmağı, dostlarınızla, yaxınlarınızla, tanışlarınızla paylaşmağı, videomuzu da bəyənməyi unutmayın.